Bu gün də yolumuz Asabıçaf dağınadır. Oradan təşliş eləyib sizlərlə paylaşacağım. Asabıçaf dağın ətəyindəki bir gözəlliyə baxın. Hər tərəf laləlik, yaşıllıq. Yolumuza buradan başlayırıq. Asabıçaf Pirinə gedən yolun aşağı hissəsindən. Qabaqdakı Naxçıvanımızın bir nömrəli səyyahı Hüseyn müəllimdir. Qalxacağıq o dağın zirvəsinə. Deməli, müəyyən qədər qalxdıqdan sonra bu çəkiliş eləyirəm, çünki gözəl manzara var. O qırmızı görünən yerlər hamısı laləliklərdir. Bayaq da qeyd elədim, Naxçıvanımızın bir nömrəli səyyahı Hüseyn müəllimlə birlikdə qalxırıq Asabıçaf dağının zirvəsinə. Maşallah olsun Hüseyn müəllimə. Naxçıvanda elə bir dağ zirvəsi yoxdur ki, ora qalxmasın. İnşallah qalxacaq ora. Vaqif bəydən də xahiş elədim ki, Asabıçafın bu ətrafın belə yaşıllıq vaxtına geçsən, bir aydan sonra gəlsən bunu görənməyəsən. Ona görə də gəl gedək. Səni bir gözəl yerlərə bir gəzək. Allah razı olsun. Niyyətimiz odur ki, Asabıçaf dağının zirvəsində çıxaq, orada daşları yığmışıq sizə. Birini də Vaqif bəy qoysun, oradan da Nəhəcir dağının şəklini çəksin. İnşallah. Sonra belə fırlanıb o bir tərəfdən yenəcəyik. İnşallah. Getdik, yolçu yolunda. Deməli, baxın, Hüseyn müəllim bu dar zırğırının, bu qaya var. Bu daş böyük bir daşdır. Dığırlanıb gəlib qayaların arasında pərçimlanıb. İndi onun altından keçəcək. Hüseyn müəllim arxası ilə də mən gedəcəm. Deyirəm ki, Vaqif bəy, gedək orada Babəkin qılıncı var. Onun altından keçəcəyik, amma yalıncıq olmayacaq. Salam dostlar, bugün 29 aprel 2026-cı ildir. Naxçıvanlar qrupunun adminlərindən biri Vaqif bəy Şahsvarovla gedirik Asabıçaf dağının zirvəsinə. Vaqif bəy dedim ki, Vaqif bəy, indi biz buradan çıxmalıyıq da, təsəvvür edin. Buradan çıxmalıyıq indi. Mən qabaqcalar çıxmışam buradan. İndi Vaqif bəylə də inşallah çıxacağıq. Vaqif bəy, halal olsun. Babəkin qılıncının altından keçdik də. Şükür. Bu qayanı görürsünüz, belə. Bu yuxarıdan dığırlanıb gəlib, pərçimlanıb bura, böyrü, başı belə. Altından belə keçirik. İnşallah keçdik. Qaldı buradan dırmaşmaq. Deməli belə, bu həmin gördüyünüz bu qayadaşın altından keçdik. İndi gəlmişik bu yana. Bu yanda da yol qurtarıb. Hüseyn müəllimə deyirəm, oradan çıxmalıyıq bəs. Deyib bu qayaların böyrü ilə, daşların. Buradan nə təri keçmək olar o yana? Hüseyn müəllim elə yerə gətirib çıxardıb ki, baxın, düppədüz yerdir. Şimdi malım qasdına heç asıb şimanı bura ki, tabi də deməyəm ki, dağa gedəndə mənə dedi.
Vaqif bəy gətirib burada ilişdirmiş ha. Mən oradan mən keçmişəm indi Vaqif bəy dedi. Sənə quzu yazarım. Gəl. Elə yerə gəlib çıxmışıq ki, Hüseyin müəllim qalxdı getdi aşağı uçurumdur. Bir addımdan sonra uçurumdur. İndi mən bura ilə belə qalxıb getməliyəm də ora. Baxın, həmişə çəkilişlərdə deyir ki, baxın məndən arxada qalıblar filan qədər. Baxın indi görün nə qədər məndən arxadadır, indi qalxıb Hüseyin müəllim. Baxın, baxın. Baxın. Möhtəşəm Haça dağımızın Sabıkəf dağının üstündən görüntüsüdür. Onun süper görüntüsü olur. Laləlikləri yəqin ki görürsüz buradan deməli. Hansı yerlər ki qırmızıdır, oralar laləliklərdir. Hüseyin müəllim, çatmışıq. Gəl. İşimiz çox deyil. Deməli, Sabıkəf dağının üstündən. Hüseyin müəllim, birinci gölümüz hansıdır görünən? Bax bu görünən Dizənin ayrıca bir gölü var, Dizənin. Bax bu Dizənin gölüdür. Qahabdan yuxarıdakı Dizənin üstündəkidir. Qahabın öz gölü arxadadır, görsənmir o. Aydındır. Amma o ortadakı Sirab gölü kimi dedikləri o Naxçınərciz gölüdür. Yəni əslində sənətdə sübutda Naxçınərciz gölüdür. Cəmaət biz onu Sirab gölü kimi deyirik. Sirab gölü. Sirab gölü. O uzaqdakı da ki Uzunova gölüdür. Aydındır. Belə. Deməli orada o zirvəsinə gördüyünüzdə çıxanda daha yaxşı görsənəcək. şəhərdir. Kimisə vardısa əlləsin. Bəlkə buradan görərik. Onlar da bizi görər bəlkə. Biz də əl eləyərik. Deməli, axır ki bu sərt qayalığı da qalxdım. Demək olar ki, zirvəyə az qalıb. Və nəhayət zirvəyə çatdıq. Daha doğrusu çatdım. Hüseyin müəllim məndən qabaqdaydı. Artıq o gedib o biri tərəfdəki təpənin üstünə, dağın üstünə, zirvənin üstünə çıxıb, belə deyim, bura zirvə sayılır. Mən də bura bir daş qoyuram. Aha. Bu da məndən bir xatirə olsun. Haça dağın üstü ilə təxminən elə bir məsafədəyim. Sabıkəf dağının zirvəsindəyəm. Artıq zirvəyə qalxdım və mən də öz adımla ora bir daş qaya parçası qoydum. Və buradan Sabıkəf piridir bura. Bilirsiniz. Xəstələrimiz var. Narahat olanlarımız var. Qəribçilikdə olanlarımız var. Buradan onların hamısına dua eləyirəm. Dua eləyirəm ki, xəstələrimiz tezliklə şəfa tapsın. Buradan mən qazilərimizə də dua eləyirəm. Qazilərimizə də şəfa diləyirəm. Bütün hamıya, bütün Naxçıvan əhlinə, bütün Azərbaycan xalqına buradan dua eləyib sağlamlıqların, yaxşı xoş günlərin, xəstələnməməklərin Allahdan arzu eləyirəm. Bu yerin sahibindən mən sizlərə bunları arzu eləyirəm. Allah hamının köməyi olsun. Tezliklə xəstələrimiz şəfa tapsın inşallah. Bir sözlə hamıya səmimi qəlbdən, ürəkdən dua eləyirəm. Sabıkəf dağının zirvəsindən. Allah hamımızın köməyi, yar və yardımcısı olsun. Amin Allah, amin. Gördüyünüz kimi qartallar bizdən aşağıda uçur. Deməli, şəhərdən bura baxanda
görünür da, elə yollar vardı ki, lap aydın görünür. Çox böyük bir dağdır. Hündür dağdır. Göründüyü kimi də buradan da Naxçıvan Muxtar Respublikasının çox hissəsi görünür. Çox hissəsi görünür buradan. Laylələrə baxırsan deməli, təpələrdə layləliklərdir, dağların ətəyində. Nəhəcir dağıdır. Bu da deməli dağın zirvəsinin bu biri tərəfidir, Culfa tərəf, Ordubad tərəfdir. Hüseyn müəllim də artıq hazırlaşır və düşürük aşağı. Demək olar ki, Əsabşah dağının üstündən Naxçıvan Muxtar Respublikasının çox hissəsi görünür. Çox hissəsi. Deyil, bu zirvənin nişanəsidir bu daşlar. Daş qalaq. Deməli, bizim bir nömrəli səyahımız Hasan Ali qeyd elədi ki, bu daş qalanan yer Əsabşah dağının zirvəsidir. Çox gözəl məkandır. 360 dərəcəni tam birbaşa görmək olur da bu beləsindən hamısını. Demək zirvədir. Zirvənin işarəsi qarşıdadır da, bəllidir. Bəli, göstərdim. Getdik. Gedək ha. Çox yaxşı bir gün oldu. Ha, super. Heç planlaşdırmamışdıq. Elə gəldi yoldan bir. Plansız oldu, bəli, plansız oldu. Elə birdən oldu. Amma çox maraqlı oldu. Düşürük aşağı. Hələlik bu qədər. Sağ olun. Deməli artıq yenirik aşağı. Qaranlığa düşməyək ki, çünki uçurumlar çoxdur deyə, ona görə də gələk çalışaq qaranlığa düşməyək. Düşmək baxmaqdan çətindir. Anadır. Hamzanın heç qorxusu yoxdur. Artıq axşamdır, qaranlıq düşür. Bura deməli Əsabşah dağının ətəyidir. Dağdan yenmişik. Biraz oturmuşuq ki, burada dincələk. Gözəlliyə baxın siz. Artıq yendik, gəldik, çıxdıq aşağı. Çox gözəl yerlər idi. Çox maraqlı səyahətimiz oldu. Hələlik bu qədər. İnşallah gələn görüşlərə dək. Sağ və salamat qalın.